ekranımı görürsünüz də, düzdürmü? Bəli. Yaxşı, mən bunu bu səfər özüm eləyirəm. Deməli, ekranımı görürsünüzsə, birinci nə eləyirik? Birinci Play Market-ə giririk. Play Market-ə ona görə giririk ki, yazırıq Elsaq, həmin adama deyirik ki, application-ı yükləsin. Baxın Elsaq, məndə yüklüdür. Onda yüklü olmayanda yükləyəcəyik. Sağdakı yüklə düyməsini basıb yükləyəcəyik. Yükləyəndən sonra açacaq, open edəcək. Açanda məndə burada hesabımda var, mən hesabımdan çıxış eləmək istəyirəm. Mən hesabımdan çıxıram. Birinci belə bir şey gələcək, yəni bir adamda yeni bir insan bunu açanda application bu gələcək. Biz burada nə edirik? Burada üzv deyilsən, üzv olun üstünə basırıq. Yəni siz burada yaşadığınız ölkə görürsünüz, Azərbaycan. Bunu ilə Azərbaycan, əgər biz ölkəni dəyişdirmək istəyiriksə, Rusiyadan salacaqsa, bunu dəyişdir basıb, buradan seçirik hansı ölkədir. Avropa, Belarus ola bilər. Burada ölkələrin hamısı var. Fikir verirsiniz, bütün ölkələr demək ki, ölkələrin hamısı var. Amma bizə Azərbaycan lazımdır deyə biz Azərbaycan dəyişmirik, Azərbaycan qalır. Davam edin üstünə basırıq. Düzdürmü? Aha. Buradan şərtləri, yəni oxuyuruq, müqaviləni qəbul edirəm, basırıq, davam edib təzədən bir də basırıq. Burada sponsor nömrəsi. Kimə yazdırmaq istəyiriksə onun nömrəsini yazırıq. Siz öz nömrənizi bilirsiniz, yəni mənə deyərdiniz. Yəni Nədən? öz şifrənizi bilirsiniz də, kodunuzu, yəni hansı ki üzvlük kodunuzu. Yox, əzbərə bilmirəm. Onda bir dənə baxa bilərsiniz, baxamazsınız, yox, mən özüm baxıb Onda şey gəlmə. yazıram. Bir də saniyə ekrandan çıxım baxıram, bir də saniyə. Yəni burada kimə ki yazdırırıq, ta ki bunu, yəni siz özünüzə yazdırırsınızsa, öz nömrənizi yazacaqsınız. Yox, əgər siz özünüzə yazdırmırsa, siz hansısa üzvünüzə yazdırırsınızsa, üzvünüzün nömrəsini yazacaqsınız. Yəni kim baxır, onu kim dəvət eləyib? Yəni dəvəti Yox. İndi bu dəvət mənimdir. Mənim nömrəm yazılır. Siz özünüzü yazırsınız. Özünüzün nömrəsini buraya yazırıq məsəl üçün. Üzvlük nömrəsini 584 500 52 93. Bax, sponsor nömrəsini yoxla. Bunun üstünə basıram. Yoxlayıram, görürəm ki, həmin adam uyğun gəlir, yoxsa gəlmir. Yəni adı da uyğun gəlirsə, karyerası da uyğun gəlirsə, deməli düzdür. Yəni buradakı məlumatlar tamamilə düzdür. Onda bunu mən davam edib basıram. Yəni gördünüz, adınız çıxdı buradan. Bunu davam edib basıram. Davam edib basandan sonra siz mənə şəxsiyyət vəsiqəsinin nömrəsini deyin. Şəxsiyyət vəsiqəsinin nömrəsini yazıram. A-adı yoxsa AZ-dir? A. Nömrəni deyin, yəni nömrəsini deyin. 267. 267. Sonra 97. 97. Bəli. 36. Bunu mən yazdım. Burada A adırsa, AZ-dirsə, nədirsə onu yazırıq. Adı nədir? Yazırsınız yoxsa necə? Yazıram. Adı deyil. Sirac. Yox, Sirac. Bir saniyə. Sirac. Şamba bunu yazdım. Familiyasını deyim. Əlizadə. Şamba gördünüz, bunu yazdım. Adı, familiyası. İndi doğum tarixini seçirəm. Doğum tarixini seçəndə burada yanvar 2008 yazılıb. Yox, siz 4-cü aya gəlin. Birinci ili seçirəm də. Yəni o şeyi basıram bunu. Neçənci ildə o? 96. 96-nı seçirəm. Hansı aydır? Aprelin 8-i. Aprelin 8-i. Bunu mən kaydedəcəm, sizə göndərəcəm, özünüz də yoxlayarsınız. Daha sonra görürsünüz bunu, aşağıdan sağdan görürsünüz, tarix yazılıb. 1996. Davam edib üstünə basıram. Şifrə adətən bunu sonra dəyişə də bilərsiniz şifrəni. Normalda 1-dən 6-ya kimi qoyuruq şifrəni. Elə yaxşıdır. Davam edib basıram. Bankın adı, bunu heç eləmirik, bunu keçirik. Burada deməli, yaşadığınız ölkə Azərbaycan, il Gəncə seçirəm. Harada, həmin adam haradadırsa, Gəncədirsə, Gəncəni seçirik, Gəncə. Gəncəni seçdik. Sonra buradan nömrəsini, bir dənə deyin nömrəsini, Azi, nömrəsini yazaq, mobil nömrəsini. Mobil nömrəsini seçdik. 055. 055. 55. Neçədir? 286 24 73. İndi bir dənə bu maili bir dənə düzgün yazmaq lazımdır. Kod gələcək ona görə. Bir dənə maili deyil, mailə şifrə gələcək. E-mailini bilsən. E-mailini. O elə ki, o e-mail yanında olmalıdır ki, ona bir dənə şifrə gələcək. Yanımda. Elizadə, balacarına, böyüklə. Balaca hərflərlə Elizadə. Baxın, ekrana görün, düzdür. Sirac, bitişik. Bitişik, Sirac. 5. @ gmail.com.
gmail.com. Düzdür, ekrana baxınca düzdürsə qabağa gedim. Düzdürsə. Gördünüzdə? elizadəsiraz5@gmail.com. Hə, düzdür. Gəlirəm qabağa. Hı. İkinci kodu mənə deyərsiniz, yəni baxın kod gəlməlidir ora. Gəldi, Kodu mənə deyil. E-mail adresinə gir. Gmail. E-mailinə gir. Tamam. Kodu deyil mənə. Kod Deyir. Bizə saniyə düz- baxsın deyir. düz yazılmalıdır ki, yəni e-maili düz Hə, yox, yazılıb gəldi. Mesaj gəldi. Bizə saniyə. Mesajlar orada. Gmail 362 biləkdə. Üstünə basanda çıxır elə. Gmailin üstünə basırsınız çıxır. Gmailin üstünə bas deyir sıxır. Orada bir dənə 5 rəqəmli şifrə gəlməlidir, kod gəlməlidir rəqəm. Onu bir dənə desə şey edəcəm. Yerdə gül yığanları. Siz bir dənə istəyirsiniz kömək eləyin, baxın görün oradan şeyin üstünə basın. Kodu yəni tapa bilmirsiniz kodu. Bax elə bir Gmailin üstündən basanda gəlir, yoxsa necə bir dənə? Gmailin üstünə basın, oradan gələn yeni mesajlar var. Yeni mesajlarda kod Yeni gəlməlidir. mesajlara bax, yeni mesajlara. Yeni mesajlar. Info bilmirəm nə. Hə, onu basın, onun üstünə basın. Tamam. Onun üstünə basın, o da Hə, Info Ersaq. hə, onun bas üstünə bir görək. dənə basın. Onun üstünə əlinizdən basın. Bəndi. Barmaqla Kod basın bir dənə onun yazın. üstünə, o şey. Hə, Onun kodu üstünə 6550. 65 153. 65 100 hə 53. Hüseyin bu kod lazımdır. Hüseyin, Mhm. ünvan da yazıram Gəncə şəhəri. Mhm. Sonra adres nədir? Nəyin yanındadır? Gülüstan qəsəbəsidir. Gülüstan Eynən qəsəbəsi. bizim adres, eynən mənim adresim. Hüseyin də yazdım belə. Mhm. Qeydiyyat o üstünə basıram, Hüseyin hazırdır. Gördünüz? Bunu siz Aha. screenshot edərsiniz. Aha. Bu kodu da mən başlayalım üstünə basan kimi girəcək o hesaba. Kod da gördünüz yəni. Başlayalım üstünə basıram, Hüseyin avtomatik girdi həmin hesaba. Bu hazırdır. Gördünüz necə oldu? Hə. Yəni bunu heç 10 dəqiqə çəkmir. Mən özüm 200 dəqiqəyə saldım qeydiyyata, amma sizdə yəni indi 5 Məndə dəqiqəyə. hə. İnşallah Buradan da öyrənərəm. bunu da siz videonu mən kayd edəcəm. Dəfələrlə baxarsınız, özünüz yoxlayarsınız, qeydiyyata Hə, salarsınız. hə. Özünüzdən, Aha. yəni bir neçə dəfə edəndən sonra öyrənmiş olacaqsınız. Hansı məhsulları indi sifariş edək? Keçək məhsulları. Deməli Elvin bəy, saç baxımından kiminsə başı çıxırmı? Bu bir dənə yox. Hə, bir dənə banyo təmizləyici neyinsən ki ta? Var evdə banyo təmizləyicini hər gün vursa var, yoxsa qutarıb hələ banyo Yox, təmizləyici? siz Elvin bəy, artıq onun saçının rəngini saraldır, ona görə istəmirəm. Yəni Hə, orada bildim. o effekt o tam deyil də. Onu da vursaq məsəl üçün uzaq bir zamanlarda o da mənim özümdə varsa neyinir ki? Hə, Buna başa düşdüm. əsas buna şampunlar, omega, bir də propolis. Omega yazıram. Omega əlavə, omega Aha. yazdım. Səbətə əlavə Aha. etdim. Üstünə basıram, əlavə olunur omega. Mhm. Gördünüz? Sonra orada saça aid məsələn saç sözünü yazan kimi saç sözünü yazdım. Saça qulluq toniki var. Bu yaxşıdır. Bunu əlavə edə bilərik. Yəni səbətə saç fikir verdiniz. Yəni saç məhsulları bunlardır. Baxın aşağı eləyəndə bunlar çıxır. Saça aid məhsullar. Bu nədir? Elvin bəy, bir geri qayıdın zəhmət olmasa. Burada bax propolis şampun. Bax o nədir? Normal yağlı saçlar üçündür, yoxsa necə? Şampundur. Əslində ən yaxşı şampun bio şampundur. Bir də bio şampun deyirlər saç üçün yaxşıdır. Bio şampun, bir də şam ekstraktlı, onu da istəyirəm ki, çünki saçın dibləri möhkəmlənsin də. Saça qulluq serumu, bu da bax bu bez bahadır düzdür, amma o da yaxşıdır. Saça qulluq serumu. Yəni məhsullar şam ekstrakt. Bax indi biz nəyə əlavə eləyək? Bu qulluq tonik var, o da yaxşıdır. Məhsullar çoxdur yəni saça aid. Bir dənə bax, omeganı seçdiniz. O heç. Onu verdim. Aha. O şam ekstraktlı şampun, bio şampun. Yəni şam ekstraktı nədir? O da şampundur. Şam ağacının saçların dibini möhkəmləndirir. Bio şampun əlavə edirəm. Bio şampun budur 300 ml. Bunu əlavə edirəm. Elvin bəy, yaxşıdır, şam ekstraktlı yaxşıdır, yoxsa keratin bilmirəm nə bax, o elə bir şey də var deyəsən şampunlarda. Şam ekstraktlı dediyiniz hansıdır? Kimsə də istəsə mikrofonu açıb məsləhət görə bilər. Arqan yağlı şam ekstraktlı hansını deyirsiniz? Propolis var burada. Yəni o Vüsalə xanım bir dənə nəsə eləmişdi. Eşidir Vüsalə xanım bizə yoxsa?
O karışne var. Şabaldı. At kəstanəsi deyirsiniz. Şabal at. Zeytin tərkibli şampundur bu da. Hə. Ha, bu at kəstanəsidir. At kəstanəsi və zeytin Hə, o da yaxşıdır da məncə, hə. O da yaxşıdır. O da yəni bir onu əlavə eləmişəm. Onu da sizə əlavə edeyim. Hədiyyələrdə nə var Elvin bəy? Zeytun yaprağı var hədiyyələrdə. Sonra mən deyəsən atmışdım sizə. Hədiyyələrə bir dənə baxın. Hə. WhatsApp. Orada şampun varmı? O elə bir ki, şampun məsəl Bir üçün dənə şampun var vurmayaq. idi orada deyəsən, amma Orada bir dənə şampun zeytunun yerinə şampunları hədiyyə olaraq onları şey eləyərik. Şampun Elə bir orada saç- var. Hə, orada şampun var idi. Hə, şampun var orada. İndi bax, bir şey soruşum sizdən. Demək, omega neçə idi? Omega 145 manata sifariş olsa şampunu götürmək olur hədiyyə. Bir də oradan Ay, sağ ol. protek götürmək olur. Aha, bax 145 manatlıq olanda deməli 5 hədiyyə olur da, elə. Bəli, 5 hədiyyə olur. 5 hədiyyə olur. Ayzo. İndi biz onu 145 manatlıq şey götürək, omeganı götürək, bir saç serumunu götürək, 145 manata onlar olsun. Hə, saç serum hansını deyirsiniz? Saç serum O saç burada baxım var. tonik. Tonik. Yəni tonik deyə budur. Tonik Mən əlavə neçədir? elədim. 48 manat yazılıb. Aha. Bəs Mən görüm, aha. neçədir. Bu ilə 144 manat, səbət xalı 5-dir. Bu çox güman ki 5 hədiyyə olacaq o cür. Yəni bu omegadır. Yox, o şampunları biz siz necə demək istəyirəm? Siz məni bir dənə söyləyin, başa düşün Elvin bəy. Deməli 5 dənə hədiyyə yoxdur orada. Elə bir 145 seçmək manata olur. 5 hədiyyədir. Hə, seçmək olur deyə olur. Çoban yastığı Hə, bax- təşkil şampun. Bu da yaxşı Bax, şampundur. çoban yastığını da götürərdik. Bir də o birisi hədiyyələrin yerinə şampunlar götürək. Onları mən onu baxın. Bax bunu deməli burada omega 3 var. Bio şampun Mhm. var. Hə bu elədir 144 manat. 5 dənə. Bunlar qalsa da bunları götürürsüz. 5 dənə hədiyyə elədir bu. Düzdür? Yəni 3 dənə, bundan 5 dənə hədiyyə olur. 3 dənə budur. Düzdürmü? Yox, bax, görün nə deyirəm Elvin bəy. Bir dənə mənə diqqətlə qulaq asın. Bax, omegadır, saçlara qulluq tonikidir. Bax, deyək bu ikisi. Bir də propolis neçədir? İçmə propolis, sıvı propolis, qida əlavəsi olan. O 32 manat olmalıdır. Yəni Hə, bax, Aysa, bax o qida əlavə, bax bu 3 dənəni götürüb, qalan o 5 dənə hədiyyə ki var, 5 hədiyyə. hə, hədiyyələri dəyişmək. Onu mən baxaram özümdən görüm. Onu mən onda həll eləyərəm, problem yoxdur. Hə, qadına, bax, o deyirsiniz- hədiyyələri dəyişək, şampunlarla əvəzləşdirək. Onu mən şey eləyərəm. Onu mən Hə, bax, özümdən bu olanda üçünü götürək, bax, bu üçünü Yaxşı. götürək. Bu üçün götürürük. Bax buradan da seçirik, deməli nə seçirik? Buradan şampunun birini buradan seçirik. Bax bu Protek 20-ni də götürək, bu yaxşıdır. Bu şey Necə? üçündür. Bu Protek 20-ni də götürürəm buradan. Bu O yaxşıdır. nədir? Bu elə bir ki, immuniteti gücləndirir, ağciyərə yaxşıdır, viruslardan qoruyur, xəstələnmişsənsə də adamın sağalmağına kömək eləyir. Buradan da şeydir. Buradan da maskadır, şeydir. Onları mən görüm indi onu dəyişə bilsək hədiyyələrlə dəyişərik. Bilirsiniz Yəni necə Elvin bəy? Mən istəyirəm ki, sırf qardaşımın özünün istifadə eləyəcəyi, ancaq bunun saçına xeyir eləyəcək də. Yəni onun hədiyyəni evdə heç kim onsuz istifadə eləyəsə, propolisi məsələn uşaqlarına da verə bilir. Ona görə propolisi götürdüm. Şampunlarda ancaq öz istifadə eləsin də bir uzun müddət. Atma dərman zat yoxdur. Hadi hormondur da o. Atma dərman. Hə, omegadır budur. Sənin üçün xeyirdir də. Bu sən Onda mən belə seçdim. Bunu seçirəm. Bunu sabah indi sizə deyəcəm. Yəni bunu mən sabah onu görə eləyəcəyik, dəyişərik inşallah. Hədiyyələri həll edəcəyik qadınım, sabah. zəhmət olmasa Elvin bəy, onları dəyişək sən atacağını. Yəni sırf qardaşımın özünə lazım olan şeylər olsun da. Yaxşı, mən Amma bunu şey edeyim. Onu zeytun sabah ekstratı var, zeytun ekstratı, onu da qoya bilərsiniz. Çünki zeytun ekstratını qoydum. Baxın, Hə. indi buradan siz baxın, mən bunu baxdıqsa bilin, ödənişi dəyişib basıram, həvalə seçirəm buradan. Yəni buradan sifarişi tamamlanma basan kimi artıq şey olur. Yəni bu mən bilən şey olmalıdır. Yəni çatdırılma ünvanı əlavə edin. Bunu basıram, yeni ünvan, buna diqqət edin. Yeni ünvanın üstünə basıram. Burada mobil nömrə düzdür. Yəni ölkə Gəncə, əsas ünvan. Məsələn, burada yazıram, məsəl üçün Gəncə, Gülüstan, Gəncə şəhəri Gülüstan qəsəbəsi. Qeydiyyat hər şey işləyir, yəni.
Yəni burada deməli nəyə əlavə eləmədim mən? Şəxsiyyət vəsiqəsinin nömrəsi ona elə əhəmiyyətli deyil. Bura nə gəldi yaza bilərsiniz şeydən sonra. Bunun əhəmiyyəti yoxdur, yəni yalan. Yəni bunu burada əhəmiyyətli deyil də artıq. Yəni bu qeydiyyat çünki bu çatdırılma ünvanıdır. Ona görə məsələn indi bunu tamamlayıram. Ödəniş üsulu həvalə. Görüm indi nə deyəcək. Yəni burada onsuz da nəsə işləməyəndə işləm hazırdır. Bunu artıq sabah mən həll eləyəcəm.